Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin bizlərə içərisində üç əzəmətli, böyük nimətin cəm olunduğu bir hədis. Kim əminamanlıq, rahatlıq içərisində səhərə çıxarsa, səhər oyananda öz ailəsində, öz malında, mülkündə, öz kəndində, öz qəsəbəsində, öz şəhərində əminamanlıqdır, rahatlıqdır. Əminamanlıq içərisində səhərə çıxır. Canı, sağlamlığı, bədəni yerindədir. Allah Teala ona sihhət, afiyyət verib. Sağlamdır. Və gündəlik yeyib, içib, qidalanacaq ruzusu onun yanındadırsa, öz çörəyi, öz ruzusu onun başının altındadırsa, sanki ona dünyanın bütün nimətləri bəxş olunub ona verilmişdir.